Adəm səhv elədi. Onun səhvinin ucbatından biz çətin həyat yaşayırıq. Bizim nə günahımız var? Birinci deyim ki, əgər mən desəm ki, Adəmin əhvalatı sadəcə metafora, misaldır. Onda bu sual necə olacaq? Cənnətə məskunlaşmaq, ağac, qovulmaq, Adəmin övladları necə çoxaldı və sair sualların aqibəti necə olacaq? Qeyd edim ki, Həvvanın Adəmin qabırğasından yaranması məsələsi əsatir və əfsanədir. İsrailiyyat, Yahudi ədəbiyyatından bizə keçib. Quran təsdiqləmir. Həvvanın Adəmi yoldan çıxartmasını da boş söhbətdir. Bəqərə 36-da oxuyuruq. Şeytan onların hər ikisinin ayaqlarını büdrətdi və olduqları yerdən çıxartdı. İkincisi, Quranda bəhs edilən cənnət, möminlərə vəd edilən cənnət deyil, əzizlərim. O, qiyamətdən sonra əməllərin hesabı verildikdən sonra əldə edilir. Adəmin və Həvvanın cənnəti sadəcə yer üzündə yaşıllıq və bağçalıq bir yer idi. Quranda neçə dəfə cənnət ifadəsi bağça, yaşıllıq mənasında gəlib. Həqiqi cənnət olsa, ora heç şeytan da daxil ola bilməz. Coğrafiya dərsliklərində də oxumusunuz ki, yer üzü insanın yaradılışından öncə var olub. İnsanın yaşaması üçün münbit şərait yaranmalı idi. Hədisdə də var ki, Adəmin qaldığı yer dünya bağlarından biri idi və orada günəş, ay doğurdu. Üçüncüsü, ayədə nüzul feili gəlməyib ki, yuxarıdan aşağıya doğru enişi ifadə etsin. Hübut kəlməsi gəlib ki, bu da dərəcə baxımından, yəni uca məqamdan, səmərəli və rahat mühitdən daha aşağı dərəcə və şəraitə düşmək deməkdir. Adəmi birdən-birə çətinliklərin içine atmaq ağır olardı. O, təcrübə qazanmalı idi. Yer üzündə həyat qanunları, məsuliyyət və vəzifələrin olduğunu başa düşməli idi. Bilməli idi ki, seçimində azaddır, bəli, lakin azadlıq hər istədiyini etmək deyil, məsuliyyətli olmaqdır. Deməli, bu proses məşq və öyrədici mərhələ bir növ karantin rolunu oynayırdı. 4-cü Əraf 27-də deyilir ki, şeytan sizi aldatmasın. Necə ki, ata-ananızı behişdən çıxartdı. Onların paltarlarını soyub, eyblərini ona göstərdi. İndi burada da paltar soymaq nə mənadadır, o ayrı məsələdir. Adəmin başına gələnlər bizi məhrum etməyib. Əksinə, bizə ibrət dərsi verib. Səhv, xəta və günah varsa, tövbə də var. Adəm və Həvva səhvlərini başa düşdülər. Şeytanın vəsvəsəsinin nə olduğunu bildilər. Quran deyir ki, şeytan onlara and içdi. Mən həqiqətən sizə xeyirxah məsləhət verənlərdənəm dedi. Deməli, Allah yaxşı olmayan təcrübə ilə də olsa öyrətdi ki, sizi Allah adı ilə də allada bilərlər. Ənam 164-də oxuyuruq. Hər kəsin qazandığı yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz. Allahın Adəm və Həvvaya görə bizi cəzalandırması Quran ayəsinə görə Allaha iftira atmaqdır. Adəmin əhvalatı real olsa belə, olmasa belə biz yalnız ibrət ala bilərik.